Rusiya hüquq mühafizə orqanları Yekaterinburqda təkcə Səfərovların evlərinə deyil, sahib olduqları kafeyə də basqın ediblər. Bu barədə APAya açıqlamasında Yekaterinburqda Rusiya hüquq mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Elgiz Səfərov bildirib. O, iyunun 27-sində 30 ildən çox Yekaterinburqda yaşayan Səfərovlar ailəsinə və digər Azərbaycanlılara qarşı tətbiq edilən zorakılığın təfərrüatlarını danışıb. Bizim evə basqın edib atamı apardılar. Onda mən evdə olmamışam. Atamgil səhər üzü saat 5-də aparmışdılar. Günorta saat 2 radələrində işçilərin vəziyyəti ilə maraqlanmaq üçün kafeyə getdim. Birdən maskalılar kafeyə də basqın etdilər. Hamını üzüstə yerə yıxdılar. Kafenin mühafizəçisini gözündən vurublar. İndi də əməliyyat olunmalıdır. İşçilərdən birinin çənəsini qırdılar. Sonra da başladılar bizi alçaltmağa, təhqir etməyə. Döyə-döyə deyirdilər ki, sizi doğrayıb öldürəcəyik. Səfərov qeyd edib ki, maskalıların ilk işi kafedəki müşahidə kameralarını sındırmaq olub. Kameranın yaddaş kartının yerini tələb ediblər. Kafenin sahibi mənim atamdır. Atamın adı Akif Səfərovdur. Atam Səfərovların böyük qardaşıdır. Bu dəqiqə atam içəridədir, bölmədədir. Aldığım məlumata görə o biri əmilərimi atamdan daha çox döyüblər, işgəncə veriblər. Atamın gözünün qabağında o biri qardaşlarını döyüblər. Elgiz Səfərov bildirib ki, kafeyə basqın edən şəxslər heç bir sənəd təqdim etməyiblər. Müşahidə kameralarını çıxartdıqdan sonra bizi döyməyə başladılar. Biləndə ki, mən kafenin sahibinin oğluyam, məndən kabab bişirməyi tələb etdilər. Kafedə qab-qacaqları qırdılar. Kabab bişirəndə gəlib arxadan dubinka ilə vururdular. Hardasa 2 saat yarım bizi kafedə yerə uzanıqlı vəziyyətdə saxladılar. Özləri yeyib içib bizi yenidən döyüb çıxıb getdilər. Elgiz Səfərov əmlərindən ikisinin öldüyünü, digərlərinin isə fiziki işgəncələrə məruz qaldığını, qabırğalarının sındırıldığını söyləyib.